Nə qədər pulla investisiyaya başlaya bilərəm? Bəziləri fikirləşir ki, mənim 10 minim, 20 minim yoxdur, mən necə səhm alaraq investisiya edə bilərəm? İnvestisiya etmək üçün sizin 50 dollarınız, 20 dollarınız, 30 dollarınız da olsa kifayətdir. Çünki demək olar ki, hər ay öz əmək haqqınızdan, öz gəlirinizdən 20 dollar, 30 dollar, 50 dollar ayırmaqla səhm alsanız, ilin sonunda baxarsınız ki, həmin məbləğdə qazandığınız gəlir banka qoyduğunuz puldan daha çox olur. Əgər məntiqli formada alış əməliyyatlarını həyata keçirsəniz. Götürək ki, siz fikirləşin ki, mən ayda bir dəfə səhm alacağam, əmək haqqı da ayda bir dəfə alıram və ay ərzində səhmlərin düşüş və qalxışlarına baxırsınız. Və düşüş anında hər ay bir dəfə bir səhmi alın. Və bütün pulunuzu da bir səhmə yatırmayın, çünki bu da bir riskli əməliyyatdır. Ümumiyyətlə səhm almaq, satmaq riskli əməliyyatlardır. Yenə də riski bacarırsınızsa, pulunuzu itirə biləcəyiniz belə gözə alırsınızsa, hətta daha yaxşı araşdırma edib qazana biləcəyinizi düşünürsünüzsə, səhm almağa dəyər. Əks halda qorxa-qorxa pulu yatırmaqdansa heç yatırmasanız daha yaxşıdır. Ancaq bugünkü mövzunun sualı bundan ibarət idi ki, mən nə qədər pulla səhm ala bilərəm? Səhm almaq üçün bir limit yoxdur. 20 dollar, 30 dollar, 50 dollarında səhm ala bilərsən, amma mənim metodum odur ki, ayda bir dəfə əmək haqqınızdan kiçik məbləğlərdə səhmlər, müxtəlif səhmlər alaraq portfolyonuzu genişləndirməkdir və daha sonra qiymətləri qalxdığı vaxtlarda satıb oradan gəlirinizi götürməkdir.